altındadır. Niye siz axı, yəni nə törəməsiniz siz, hansı törəmədən əmələ gəlmişsiniz, sizdə yoxdur bu qan qeyrət. Qan qeyrət, mən aprel döyüşlərində mən işləyirdim, Milli Akademiyada işləyirdim. Allah and olsun deyirdim ki, bu tələbələri görürdüm də, elmlərdə uşaqlar ora-bura gedirdilər ki, qoşulsunlar, geçsinlər. Fikirləşirdim ki, mən də gedə bilərəm. Heç olmasa bir dənə əskərin yarasını bağlayaram, bir dənə əskəri o döyüşdən sürüyə-sürüyə çıxardaram. Eybi yoxdur, onda yoldaşım sağ idi. Deyirdim, deməyəcək, öz başına gedibsən, boşamayacaq, qoy boşasın. Amma zaten mən bir dənə əskəri xilas eləyəcəm. Gərək insanda qeyrət ola, qadın oldun, kişi oldun, qeyrətin olmadı vəssalam. Bu başda oturanlar qeyrətsizdirlər, qeyrətsiz. Qeyrətsizdirlər. Uşaq pılı day mənim balalarım yekə kişidir, mən uşaq pılı dedim, dat dedim. Uşaq pılı dedim, dat dedim. Bu uşaq pılı niyə ver? Yazıq o Tahir Kərimlidir, bir-iki də var yadımdan çıxıb o deputatlar. Özlərin yazıqlar lezval elə, verin də bu cəmaatın pensiyası. Belə şeyin uşaq pılısı. Rəşid doktor dedi, bu uşaq o duru yağla, o nə bilim margarin yağı ilə böyüdü və səhər bunun əlinə avtomat verib göndərəcək səni sərhədə. Hamı görürdü də, biz bu TikTok'da, YouTube'da görürdük də, baxırdım ki, görüm elə bu şəhid gəldi. Hansı evə girəcək bu şəhid? Ev dağılır, ev uçur, o evə gəldi. Mən villada, 3 mərtəbəli evlərdə, bəzəkli evlərə şəhidin gəlməsini görmədim. Niyə? Ekranı bəyənin. Niyə? Hanı sizin balalarınız? Heç bir deputatın, heç bir nazirin evlatlarının heç bir də bir nə qazi oldu, nə də şəhid, nə də əskərlikdə olub. Dizertiv oğraşdılar, heç nə. Amma bilsən nə oldu? Düzdür, mən də sevindim. Mən də onda yeni yasamalda qalırdım. Mən də sevindim. Mən də şad oldum ki, Allahım Qarabağımızı aldı. Amma ona minib dütdü, söhbət ondan gedir. Nəyə sevinirdin? Ona sevinirdin ki, gedib orada villa tikəcəksən. Birini də orada ucaldacaqsan villanı. Yaylaq yeri tapmısan. Sən balaların bahalı maşında nətər olur? Mənim uşağım güclə 4 gözü şeylə nədir? Kreditinin hələ də onun kreditini qutarıb başa gəlmir. Ki bir dənə heç olmasa taksavatlıq eləsin işdən sonra. Amma sən bu maşını ona bahalı kimlərdir bunu sürənlər? Kimin balalarıdır? O bir dənə ki oğorr eləyir, gəlir keçirək yolun keçəndə. Falan qədər benzin yandırır. Kimlərdir o? Amma mən bu günləri ət tapa bilmirəm. Mən bu günləri ət tapıb yeyə bilmirəm. Mən kimlər bilsən nə qədərdir? Nə qədərdir? Amma bu halin ki deyir ki Azərbaycan sərvətdir. Sərvətdir, mən də bilirəm sərvət. Allah Rəşid doktora can sağlığı versin dedi, heç nə yox. Xəzər dənizinin balığı ilə mən dedi saxlayaram, bu boyda Azərbaycanı balığı ilə saxlayaram. Hanı bizim neftimiz? Hanı bizim sərvətlərimiz? Deyir, buğda yoxdur. Bilirsiniz, icra hakimləri rayonlarda nədir?